Deməli, dirsək sümüyü ulna adlanır. Qeyd elədiyimiz kimi said nahiyəsinin içəri hissəsinin sümüklərinə aiddir, uzun borlu sümüklərə aiddir. Bunun proksimal ucunda, yuxarı hissəsində deməli, bu hissədə oyma yerləşir. Dirsək oyması insura ulnaris adlanır. Dirsək oymasının üzərində yuxarı hissəsində dirsək çıxıntı olikranun, aşağı hissəsində isə tat çıxıntı processus koronoideus vardır. Dirsək sümüyünün aşağı səthinin aşağı hissəsində dirsək qabarıqlığı tuberositas ulna yerləşir. Cisminin isə yenə də mil sümüyündə olduğu kimi 3 səthi və 3 kənarı var. Səthlər hansılardır? Birinci müəyyənləşdirək, bu sağ yoxsa sol tərəfin sümüyüdür. Deməli, bu sol tərəfin sümüyüdür. Çünki üzərində bayır tərəfində mil sümüyü ilə birləşməyə məxsus oyma var. Insura radialis var. Demək ki, bu sol tərəfin dirsək sümüyüdür. Sol tərəfdə isə səthləri və kənarları bu şəkildə olacaq. Ön səth, arxa səth və içəri səth. Facies anterior, posterior, et lateralis. Kənarlara gəldikdə isə ön kənar margo anterior, arxa kənar margo posterior və bayır kənar margo lateralis vardır. Hansı ki, bunun bayır kənarı margo lateralis, sümük arası kənar margo interosseus adlanır. Nəyə görə? Çünki bayaq qeyd elədiyim kimi mil sümüyü ilə birləşməyə məxsusdur. Mil sümüyü bayır tərəfdə dirsək sümüyü ilə birləşdiyinə görə mil sümüyünün içəri kənarı, dirsək sümüyünün isə bayır kənarı sümük arası kənar adlanır və sonra bu sümük arası kənarları bir-biri ilə sümük arası saidin, sümük arası zarı membrana, antibraxi, interosseus birləşdirir. Həmçinin dirsək sümüyündə də mil sümüyündə olduğu kimi aşağı ucunda bizə bənzər çıxıntı processus steroideus vardır.